Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Ve bugünkü dersimiz Allah Resulü'nün əshabı barəsində 3-cü dərsimizdir. Və keçən 2 dərsdə mən məhz Quran-ı Kərimdən sahabələrin fəzilətlərinə dair ayələri zikr etdim. Və beləliklə əshab-ı kiramın ədalətli olmaları, Allahın məhz Quranda onları adil sayması, onların təmizliyindən xəbər verməsi və onları seçdiyini bəyan etməsi və onların qəlblərindəki imana şəhadət verməsi ilə sabit olmuşdur. Və Allah Subhanahu Teala onları adil saydıqdan sonra onların kimsənin özlərini adil saymalarına heç bir ehtiyacları yoxdur. Bununla belə sahabələr barəsində zikr etdiklərimizdən, qeyd etdiyim ayələrdən heç bir şey varid olmasaydı da, onların etmiş olduqları hicrət, cihad və İslama yardımları, canlarını bu yolda vermələri, dində bir-birlərinə nəsihət etmələri, imanlarının qüvvəti, onların adilliklərini vacib edən səbəblərdən olardı. Necə ki, İslamı bir binaya bənzətsək, biz bugün o hazır olan binanın içindəyik. İslam artıq kəmala yetib, hazır bir binanın içindəyik və hazır olan evin içində yaşaya bilmirik. Ancaq fikirləşin ki, Allah Rasulunun əshabı olmayan evi Allah Rasulu ilə birgə təməlindən qanları və canları bahasına bina etdilər və ucaltdılar. İndi biz həmin evdə yaşayırıq və o evi bizlər üçün tikən Allah Rasulunun əshabına necə tən edə bilərik? Hansı ki, o evin içində yaşadığımıza görə o evi təməlindən ucaldanlara biz borcluyuq. Ən azı dualarımız ilə. Və bütün bu müjdələrdən, bu vəsiflərdən sonra onların, sahabələrin yaşadığı vaxtın ən xeyirli zaman və onların da bu ümmətin ən xeyirliləri olmaları təbii bir şeydir. Necə ki, Allah Subhanahu Teala onların bu vəsiflərini Quran-ı Kərimdə belə bəyan edir. Əli İmran surəsi 110-cu ayədə buyurur ki, siz insanlar üçün çıxardılmış ən xeyirli ümmətsiniz. Siz insanlar üçün çıxardılmış ən xeyirli ümmətsiniz. Həmçinin Əl-Bəqərə surəsi 143-cü ayədə beləcə biz sizi vasat, orta, adil bir ümmət etdik. Bəli, bu 2 ayədə xitab ümumi gəlsə də məqsəd xüsusidir və ayələrin sahabələr haqqında enməsi də şübhəsizdir. Fikirləşin. Allah Subhanahu Teala Əli İmran surəsi 110-cu ayədə buyurur ki, siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Ən xeyirli. Yəni sizdən xeyirli ümmət olmayıb. Baxın, bu ayə nazil olanda yer üzərində müsəlmanlar kimləri idilər? Allah Rasulunun əshabından başqa yer üzərində mümin var idi? Əsla. Və bu ayə nazil olanda siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Siz deyəndə Allahın bu xitabı kimlərə idi? Bu ayə kimlər üçün nazil oldu? Bu ayə nazil olanda yer üzərində kimlər idi? Allah Rasulunun əshabı. Və Allah Subhanahu Teala Rasulunun əshabına xitabən deyir ki, siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Ən xeyirli. Sizdən xeyirliləri yoxdur. Bütün bunlar bəyan olandan sonra ən şərəfli Rasulun şərəfli əshabına və ən şərəfli dinin şərəfli öndərlərinə qarşı qəlbində bir kin daşıyan kimsədən daha azğın kim ola bilər? Hətta bir xüsusiyyətləri ilə
Yahudi və xristiyanlar Allah Rasulunun əshabına tənə edənlərdən daha üstündürlər. Necə ki İmam Şabi deyir, rahmetullahi aleyh. Deyir ki, gelib Yahudilərdən soruşsan ki, sizin ümmətin ən xeyirliləri kimlərdir? Onlar deyərlər ki, Musa'nın əshabı. Nəsranilərdən, yəni xristiyanlardan soruşsan ki, sizin ümmətinizin ən xeyirliləri kimlərdir? Onlar deyərlər ki, İsa'nın əshabı. Rafizilərdən soruşsan ki, bu ümmətin ən pis olanları kimlərdir? Onlar deyərlər ki, Muhammedin əshabı. Muhammedin əshabı deyərlər və əshab içərisindən çox az bir qism kimsələri istisna edib, qalanlarını dindən dönük kafirlər sayırlar. Və bu dərsdə mən Allah Rasulunun əshabını, sahabələri söyməyin, onlara təhqir və həqarət etməyin hasil edəcəyi nəticələrdən danışmaq istəyirəm. Yəni bir şəxs Allah Rasulunun əshabını söyürsə, onun bu söyüşündən təbii olaraq nə çıxır? Yəni sahabəni söymək nəyi tələb edir? Birincisi, sahabənin çoxunun kafir və mürtəd və ya fasik olduğu sözü Qur'anı və sünnəti birbaşa şübhə altına almaqdır. Çünki Qur'anı və sünnəti bizə çatdıran onlardır. Çatdıranı, nəql edəni söymək, çatdırılanı və nəql ediləni söymək deməkdir. Səqələyin barədə keçdiyim silsilə dərslərdə demişdim. Qur'anın 10 qirayətini, Allahın kəlamını bizə nəql edən 13 sahabə olub. Və o 13 sahabədən elə biri Əbu Hüreyrə, biri Osman, biri də Ömərdir. Bunu da burada xüsusilə qeyd edirəm. Ona görə Qur'anı və sünnəti bizə çatdıran Allah Rasulunun əshabıdır. Çatdıranı, nəql edəni söymək, çatdırılanı və nəql ediləni söymək deməkdir. Çatdıranı şübhə altına almaq, çatdırılanı şübhə altına almaq deməkdir. Yaxşı, onda biz fasik və mürtədlərin, əgər qəbul etsək ki, onlar belə olub, onların nəql etdikləri bir kitaba necə güvənək? Hansı ki, bu kitab onların əlinin altından çıxıb. Bax, bu səbəbdən ötürü sahabəyə həqarət edən, söyən və onları lənətləyən bəzi azğın bidətçilər məhz sahabələrin Qur'anı təhrif etdiyini söylədilər. Təbii ki, onlar üçün hədislərin halı da belədir. Ona görə Əbu Zura Ər-Razi rahmetullahi aleyh bu cür şəxslər barəsində deyir. Deyir ki, bir kəsin əshabdan birinə həqarət etdiyini görsən, bil ki, o zındıqdır. Çünki bizə görə Rasulullah haqdır. Bizə görə Qur'an haqdır. Bizə Qur'an və sünnəti Rasulunun əshabı çatdırdı. Onlar, yəni rafizilər, kitab və sünnəti dəyərsiz hala gətirməkdən ötürü şahidlərimizi, yəni kitab və sünnəti bizə çatdıranları, yəni Allah Rasulunun əshabını təhqir etmək istəyirlər. Əslində onlar Allah Rasulunun əshabını deyil də, onların özlərini təhqir edilmələri lazımdır. Çünki zındıq olanlar da məhz onlardır. Necə ki bunu Əl-Xatib, Əl-Bağdadi, Əl-Kifayədə 97-ci səhifədə nəql etmişdim. Necə ki bu cür azğın bidətçilərdən bəziləri Qur'ana inandıqlarını söyləyirlər. Biz də onlara belə deyirik. Ona içindəkinə inanacaq şəkildə inanmaq lazımdır. Onun içində onların ən xeyirli ümmət olduğu, Allahın onları yardımsız buraxmayacağı, onları bağışladığı və onlardan razı olduğu yer almaqdadır. Qur'ana iman edirsənsə, Allahın onlar barəsində bu müjdələrinə də iman etməlisən. Bu birincisi. Yəni kim Allah Rasulunun əshabını söyürsə, birbaşa Qur'anı şübhə altına almış olur. Yəni Allah Rasulunun əshabını söyməyin hasil etdiyi birinci nəticə budur. Amma ikincisi,
sahabələrə söyənlərin təhqirlərindən bu nəticə çıxır ki, bu ümmət insanlar üçün çıxarılmış ən pis ümmət. Bu ümmətin əvvəli də onun ən pisləridir. Və ən xeyirli dövr olan ilk əsrdə yaşayanlar da kafirlər və mürtədlərdir. Halbuki Allah Subhanahu taala Quranda bunun əksini deyir. Bəs onlara belə bir sual verilməzmi ki, sizin ümmətinizin ilki, Peyğəmbərinizin tələbələri və ona nazil olan vəhyin şahidləri bu haldadırsa, bəs onda bugünkü müsəlmanlar nə haldadır? Üçüncüsü, sahabələrə həqarət edib söymək iki şeydən birini vacib edir. Bu sözlərindən ötürü, əuzubillah, Allah ya cahildir ya da boşboğaz. Ya cahildir ya da yalancı. Çünki sahabəyə həqarət edib söymək bu iki şeydən birini vacib edir. Kim Allah Rasulunun əshabını söyürsə, o bu söyüşü ilə ya iddia edir ki Allah cahildir ya da yalancı. Yəni, uca Allah onların kafir olacaqlarını bilmirdi deyə onları övdü. Onlardan razı olduğunu Quranda bildirdi. Onda elə çıxır ki Allah cahildir. Yəni Allah Subhanahu Teala Quranda onları cənnətlə müjdəliyir. Onlardan artıq razı olduğunu bəyan edir. Bu Allahın elmi əzəli və əbədidir. Məsələn, uca Allah Hudeybiyyə sülhündə Peyğəmbər sallallahu aleyhi və səlləmə biyyət edən 1500-ə yaxın sahabədən, hansı ki Talha da, Zübeyir da, Abu Bakr, Ömər, Ali və sair sahabələr oradaydı. Onlar haqda Allah onların imanlarına, qəlblərindəki sədaqətə şahidlik edir və onlardan artıq razı olduğunu bəyan edir. Hansı ki qiyamətəcən oxunacaq bu kəlamda. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndən sonra bunlar dindən dönür. Beləmi? Onda elə çıxır ki Allah Subhanahu Teala onların dindən dönəcəklərini bilmirdi və Quranda bəs nə üçün Allah onları xeyirlə vəsf etdi? Deməli, elə çıxır ki uca Allah onların kafir olacaqlarını bilmirdi deyə Quranda onları təriflədi. Bu da Allaha cahilliyi nisbət etməkdir. Və ya Allahu Teala onların kafir olacaqlarını bildiyi halda onları övdü və onlara cənnəti vəd etdi. Buna da görə Allah Subhanahu Teala yalancı çıxır. Elə çıxır ki ümməti aldadıb öz kəlamı ilə. Onlara cənnət müjdəsi vəd edib, onları öz rəhmətinə, məğfirətinə məshər etdiyini bəyan edib, ancaq onlar Peyğəmbərin vəfatından sonra mürtəd oldular. Onda Allah Quranda yalan mı vəd edib? Deməli, sahabələrə həqarət edən Allah Subhanahu Teala'ya həqarət etmiş olur. Və iddia etmiş olur ki, ya Allah cahildir, ya da yalancı. Dördüncüsü, sahabələrə söyən Allah Subhanahu Teala'ya hikmətsizlik nisbət etmiş olur. Çünki Allah Rasulü ilə söhbət üçün onları bəyənib seçib. Nə üçün Əbu Cəhli seçmədi? Çünki layiq deyildi. Layiq olanlar seçildi. Və onlar da onunla birgə cihad etdilər. Ona dəstək oldular. Və ona kömək etdilər. Bunu biz demirik. Bunu Allah öz kəlamında deyir. Keçən dərslərdə qeyd etdim. Fətih surəsi 29-cu ayə. Allah Subhanahu Teala açıq aydın deyir ki, Muhammed Allahın Rasuludur, onunla birgə olanlar, yəni sahabələr və sonra ayədə Allah Subhanahu Teala deyir ki, Allah İncildə onları bu cür vəsf edib. Tövratda isə bu cür vəsf edib. Uca Allah əvvəlki kitablarında Allah Rasulunun əshabından danışır. Deməli Allah öz Rasulü üçün bu əshabı seçib. Layiq olanları seçib. Və onları öz Rasuluna qohum edib. Necə ki Peyğəmbər iki qızını Osmanla evləndirdi. Özü Abu Bakrın və Ömərin qızları ilə evləndi. Əliyə öz qızını verdi. Və Allah kafir olacaqlarını bilə-bilə onları Peyğəmbərinə
necə yardımcı və əqraba edər? Allah onların mürtəd olacaqlarını, münafiq olacaqlarını bilə-bilə onları ən xeyirli Rəsulun əshabından necə seçə bilər? Bu Allahın hikmətinə sığarmı? Ən şərəfli Rəsulun əshabı ən şərəfli əshab və ən xeyirli ümmətin əvvəli də ən xeyirli ümmət olmazmı? Və beşincisi, Rasulullah sallallahu aleyhi və səlləm öz əshabını yetişdirmək üçün, tərbiyələndirmək üçün 23 il əmək sərf etdi. Və beləcə Allahın lütfu ilə onun əxlaqını, fədakarlığını, zühd və təqvasını örnək alan bir topluluq yetişdi. Fəqət bütün bunların əksinə dinlərinin İslam, peyğəmbərlərinin də Muhammed olduğunu irəli sürən bir qrup əshaba tənə vurmaqla peyğəmbərin 23 ildə sərf etdiyi əməyin boşa getdiyini iddia etdilər. Bu da peyğəmbərin tarixin ən böyük islahatçısı olmasına baxmayaraq hər hansı bir islahatçının qarşılaşmadığı biabırçılıqla, bacarıqsızlıqla qarşılaşması deməkdir. Və bu, Allahın Rasuluna tənə vurmaqdır. Yəni 23 il əmək və onun nəticəsində İslamda sabit qalan 10-15 şəxs. Necə ki, rafizlər deyir. Yəni Allah Rasulunun 23 ildə sərf etdiyi əmək boşa getdi. Tarixdə heç bir islahatçının qarşılaşmadığı biabırçılıq, hansı ki, tarixin ən böyük islahatçısıdır. Allah Rasulü sallallahu aleyhi və səlləm. Hətta rafizlərin fikrinə görə Muhammed sallallahu aleyhi və səlləmin sərf etdiyi o böyük əmək, 23 il fədakarlıq, onların kitablarında gələn bəzi rəvayətlərinə görə cəmi 3 və ya 4 kişiyə təsir edib. Miqdad, Salman-ı Farsi, Ammar ibn Yasir, Abu Zər, Əli və sair sahabələr 5-6 sahabəyə təsirləyib. Yalnız onlar sona qədər İslam'a bağlı qalıblar. Digərləri isə Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edən kimi mürtəd oldular. İddiaya baxın. Və beləcə bunlar, rafizlər, Rasulullahın söhbət və irşadının bacarıqsız olduğunu və artıq onun heç bir təsirinin olmadığını iddia etdilər. Bu iddia insanlığın düzəltilməsində ümidsizliyə, İslam idarə etmə yoluna və onun əxlaqı gözəlləşdirmədəki gücünə güvənməməyə və Muhammedin peyğəmbərliyi mövzusunda şübhəyə sövq edir adamı. Çünki heç bir nəsrani bu etiqadla İslamı qəbul edə bilməz. Deyər ki, əgər sizin Rasulunuz və onun təbliği 5-6 nəfərə təsir edibsə, onda necə iddia edirsiniz ki, o aləmlərə rəhmət olaraq göndərildi? Çünki İslam təbliği ilə dünyaya ideal bir cəmiyyət, şərəfli bir say təqdim edə bilməyən bu dinin mənsubları peyğəmbərlik zamanından uzun bir vaxt keçdikdən sonra bunu necə bacaracaqlar? İdeal bir say ortaya qoya bilməyiblər. Yəni, mən rafizlərin iddialarına danışıram. Rafizlər deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin 23 ilə əməyi nəticədə İslamda sabit qalan 5-6 nəfər. Yəni, İslam təbliği ilə bu dünyaya ideal bir cəmiyyət və şərəfli bir say təqdim edə bilməyən bu dinin ilk mənsubları Peyğəmbər sallallahu aleyhi və səlləm özü bunu edə bilməyibsə, onda peyğəmbərlik zamanından uzun bir vaxt keçib. Onda biz nədən danışırıq? Yəni bu dinin ilk və öndəri olan əshab doğru yol üzərində qalmadısa, peyğəmbərləri vəfat etdikdən sonra vəfalı və sədaqətli olmadılarsa və bu dində yalnız və yalnız 4-5 kişi sabit qalırsa, bu dinin nəfsləri təmizləməyə uyğun olduğunu, insanları cahillikdən qurtarıb
kamillik zirvəsinə çıxara biləcəyini necə qəbul edə bilərik? Hətta belə də deyilə bilər. Deyilə bilər ki, Rasulullah peyğəmbərliyində doğru olsaydı, əmr və qadağanları təsirli olsaydı, heç olmasa ona, özünə iman edən 100 minlər içərisindən ən az imanda sabit qalan bir neçə 100 nəfər qalardı. Onun əshabı bir neçə şəxsin çölündə rafislərin iddia etdiyinə görə münafiq və mürtəddirsə, onda müsəlmanlığa kim davam etdi? Peyğəmbər sallallahu aleyhi və səlləmlə kim yararlandı? Və o, aləmlərə necə rəhmət oldu? Ona görə İmam Malik, rahmetullahi aleyh, sahabəyə söyənlər haqqında deyir. Əslində bunlar Peyğəmbəri söymək istəyən kimsələrdir. Bunu imkansız gördülər və pis birisi olubdur deyilsin deyə onun əshabına söydülər. Çünki o yaxşı birisi olsaydı, əshabı da yaxşı olardı. Ona görə İmam Əhməd, rahmetullahi aleyh deyir. Və bu dərsi də İmam Əhmədin sözü ilə bitirmək istəyirəm. Buyurur ki, sahabənin biri haqqında pis söz söyləyən birisini gördüyündə onun müsəlmanlığından şübhə et. O müsəlman ola bilməz. Doğrusunu Allah bilir. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.